Mən Qurbanova Zemfira, bu evin sakiniyəm. 2 ildir mən burada yaşayıram. Amma hər il bizim bax bu binanı su basır. 3 metrdən yuxarı su çıxır. İndi görəcəksiniz də ki, bu suyun yerləri də dajı durubdur. Deməli, antisanitariya vəziyyətə əmələ gəlir, bizi evimizdən təxliyə eləyirlər. Bu ildə 15 gün biz evimizdən didərgin düşmüşük, gəlmişik. İndi bu şirkətin müdürünə xəbər eləyirik, deyirik, vəziyyətimiz budur, gəlin düzəldin. Çünki burada görünür ki, düzgün inşa getmədiyinə görə bütün bu qəsəbənin suyu axır gəlir, tökülür bura. İminə bax, bura gəlir, yığılır. Ona görə də nətər deyim, yaşamaq ucu mümkün olmur. Ondan o yana. Bizim işıq şotçekimiz yoxdur, su şotçekimiz yoxdur. İstəyirik ki, biz kopça alaq, amma onu da ala bilmirik, çünki bunlar qanunlar. Belə. Sonra bizim bax bu baseyn. Bu baseyni su elə bir bastı ki, onun üstündən nə qədər qalxdı su, bütün su doldu o baseynin içinə. Bu baseyni təmizləyən yoxdur. Bu içməli suyumuz yoxdur. Balaca indi orada bir dənə şey qoyublar, gidrapor. O da bizi görmür. Dəqiqə başı xarab olur, qalırıq susuz. Vəbşə liniyada su olmayanda bizdə su olmur. Yəni biz çox acınacaqlı vəziyyətdə yaşayırıq. Kopçumuzu da vermirlər. Bu ev ümumiyyətcə, deməli, raşitini olub ki, 4 mərtəbəli, yəni yaşayış binası kimi. Amma bura gördüyümüz kimi 6 mərtəbədir. Bax, bu aşağıdakı, bu artıqdır. Çala olunub, bu çalada tikiblər, obyekt kimi satmaq üçün. Bir də damın altında, örtüyün altında, yenə də orada mənzillər tikiblər. Güya mansardda, heç mansarda oxşamır, çıxıb baxa da bilərsiniz. Yəni, onu da tikiblər. Deməli, burada 2 mərtəbə qeyri-qanuni tikilibdir. Onu da əziyyətini biz çəkirik. Siz bu şirkətin rəhbəri, şirkətin adı tam doğru necə gedir? Şirkətin, deməli, direktoru Elvin Kazımovdur. Dəfələrlə müraciət eləmişik, nə qədər xahiş eləmişik ki, gəlin. Bir dəfə gəldi, bir neçə vaxt bundan qabaq. Hə, eləyəcəm. Gözümüzə pərdə açmaq üçün o turbaları atdı bura, aman heç nə gəlmir. Nə bir şey. Onlar da yaramaz bir şeydir. Bu pləkanlarımız yaman gündə çıxıb düşə bilmirik, sürüşkən, qopub tökülüb yerə və bunlar. Sonra bunu ilə əlaqədar olaraq bütün bax bu sakinlər ərizə yazmışıq, getmişik. İcra hakimiyyətinə 3 dəfə ərizə ilə gedib müraciət eləmişik. Baxmayıblar. Fövqəladə Nazirlər Hallar Nazirinə ərizə ilə getmişik. Sonra Ekologiya Nazirliyinə, Şəhər Salıma, hamısına getmişik, ərizə ilə getmişik. Bizə onlar da yollayıblar icra hakimiyyətinə. İcra hakimiyyəti də baxmır. 3 dəfə də mən şəxsən özüm orada olmuşam, şikayət eləmişəm, baxan yoxdur. Prosta gəlirlər, belə baxıb çıxıb gedirlər. Amma əməli bir iş görən yoxdur. Mən xahiş edirəm, mən müraciət edirəm adiyyəti orqanlarına, prezidentimizə, bizə kömək eləsin ki, biz bu evdə yaşamağa qorxuruq. Çünki yağış yağan kimi buranı su basır. Biz evimizdən didərgin düşürük. Mən çox xahiş edirəm, buranın infrastrukturuna düzəltməyi kömək eləsinlər. Buranın kanalizasiya sistemi demək olar ki, yoxdur. Xahiş edirəm, çünki çökəklidir bura. Bu çökəklik dolmalıdır. Heç olmasa 1 metr qalxmalıdır. Biz o şirkətin müdürünə deyirik ki, doldur, deyir, yox, necə yəni? Biz onu eləyə bilmərik. Niyə eləyə bilməzlər? Çünki bu, bilmirəm daha, niyə? Yəni, deyirəm, mən çox xahiş edirəm. Ümid edirəm ki, bizə kömək gələcək. Binəqədi MTK emerci. Binəqədi MTK emerci. Hədə elə də adı şirkət. Buyurun xanım, siz danışın. Biz həddindən artıq bu illəri, bu yağışlarda çox əziyyət çəkdik. Baxmayaraq ki, mən də 5 ildir burada yaşayıram. Amma ki, xeyri yoxdur da, danışmağımızın, özümüzü öldürməyimizin. Eləsi var, körpə uşağı var, eləsi var, evdə xəstəsi var. Şikəst var, mən invalid adamam, 2-ci qrup Qarabağ əlliyəm. Xeyri yoxdur, nə qədər deyəsən. Heç kim, elə bilginən ki, sanki burada insanlar yaşamır. Elə-belə tikiblər, özləri üçün qoyublar, necə lazımdır, elə də istifadə eləyirlər. Görünüşdə park sistemi var idi ki, park var burada. Bax, qabaqlar görürsünüz nə gündədir.
Ha, uşaqlar oynamağa yeri yox. Başımız ağrıyanda düşüb hava almağa yerimiz yox. Ha, nə gündədir Zirzibil, o artıq tikilidir qalıb orada. Nəysə baxmırlar da, heç nəyə baxmırlar. Əlacımız qalıb hörmətli prezidentimizə, Mehriban xanıma, çünki bizim xalqımızın başçısı onlardır. Biz də onların sakinləriyik, xalqın bir nümayəndəsiyik. Biz ondan artıq dərəcədə onlardan xahiş edirik ki, bizə bir kömək, bir əlac eləsinlər ki, biz də bir insan kimi ora-bura sürünməyək. İnsanıq da, indi nə qədər olmasa, bunları başa düşmək lazımdır. Müdiriyyətə də deyirik, binanın müdiriyyətinə, vəziyyəti Heç vecinə də deyil. belə nəzərə almır, heç qəbul eləmir, qaçır gizlənir. Sonra da yeri də gələndə deyir ki, gedin kimə deyirsiniz, deyir. Vəssalam. Ancaq budur bizim dərdimiz, sərimiz. Siz də çox sağ olun ki, bizi gəlib işıqlandıracaqsınız. Sizə ümidimiz çox böyükdür. Allah canınızı sağ eləsin. Bizə bir köməklik eləyin. Xahiş edirik sizdən. Çox sağ olun.